Ha, bu arazi Kıyalasovka denilen araziydi. Rəhmətli olsun. Allah ona qəbirlərə rəhmət eləsin. Sıranın bizə elə bir sesi sağa yapıyorduktu. Burada bu güzel kalan arkada burada oldu. Yani taraflar söküldüler. Takribi 10 metre böyle zabor kaldı. Burada kalan hamısı söküldüler. Bu damın da arkaya atmışlar. Söküp arkaya atmışlar. Buranın təbliği apardılar. Göğü yok diyorlar. Arkadaşlar damın hissesi yok. Karşılaştık. Bizi gördük daha. Fotoğraf önemli. Organlarda değil. Sahtemizde kazanıyoruz. Buradan da aşağıda bir say geliyor. Say iniyor. Yani say iniyor. Anneyle olar. Telefon evvelsi burada elbette. O dahildeki evlerine. Teraslık evvelsi. Burada tabii say geliyor. Orada da malum öteler ki ahşap olmayan şeylerdi, adetlerdi. Burada bir tane talış vardı. Bir tane değişik. Niye gel burada yaşamışız? Benim öte yaşıyor burada. Biz hala 2021'den geldi söyle. 2021'de değişik. Gel yaşadı arkadaş burada ev fazla verdik burada. Derin imkan vermiyor da artık belki bu bir tane abi, bir tane de sen de görüyorsun. Ben şahsım alın görüyorsun anlatmak istiyorum. Yanaklar bunda robotda zaten çıkacak. Tutma boğazına geçiyor bunda. Bu böyle. Bakın. Rəhmətli Əsəd kişi var idi. Oğlunun adı İslam idi. İslamlı hüddət, təzgih öğrenmedi. Burada bir ev giymişdir. Yukarıda da rəhmətli tatilleri idi. Burada bir tane ev giymişdir. Bunun resmini çıkardılar. Kubiki elə koymuştu ki, elə kesmişti ki, bizi qiymətin biraz o vaxtı dövrə baxanda biraz baxı vermişdi. Kubiki elə vermişdi ki, Qarabağın kubiki ağ olur da. Elə buna ağ verəcəkdilər. Bak, kubikli etkiler apardılar. Bu da bu paneller de
bloklar da yukarı pencerenin içinde olan bloklardır. Bu bloklar pencerenin içine koymuştum. 33.000, 34.000 bırak kubik getmişdi. Bu bloklarda Mingəçevirdən, Füzulidən, Masaldan da hardasa bir 16-17 dənə panel gəlmişdi bura. Ümumi götürəndə bu evə hər bir evin ikisinə 70-80 arası panel gəlmişdi. Yəni blokdan başqa. 500 milyonumuz qalıb. Şimdi deyirlər bu dövlət əmlakıdır. Bu mənim şəxsi malım nəsə dövlət əmlakıdır. Başa düşəməyəm. Videonun davamı bu əvvəl çəkdiklərimi paylaşacağım. Əvvəlki videoları. Bunu əlavə edelim çünki orada baxış yox. Yox. Yəni bu evin əvvəlki vəziyyətinə səbəb olur. O evin əvvəlki vəziyyətinə səbəb olur. O ev dronla da çəkilir. 2021-ci ildə dronla da çəkilir bu ev. Yuxarıda mən dayanmışam. Demişlər ki, minalı ərazidir. Mən orada risk demeye de belə. Yəni qanunlara uyğun orada dayanmış drone ilə buranı çəkib elədi. Sonra gəldi evin içini çəkib elədi. Ermənilər buradan gedəndə televizor yanılı qalmışdı. Göhrə mənim o Pagoy yoldaşlarım var idi. Onlar deyir ki, biz oraya geldim, hələ televizor yanlıydı. Yəni bu evdə televizor yanlı qoyub getmişlər. Erməni şərəfsizlər buna dəyməmişlər. Amma daxildə olan ermənilər buranı bu yerə qoyurlar. Tüpürüm şərəfsizlər, qeyrəsizlər, binamuslar, şərəfsizlər. Mən ölüyədən, mən gələcək nəsil buranı hardan biləcək ki? Gəndə buraya torpağını onun adına olsa bilər. Amma 32.000 kubiki mən burada qarnına qaçmışam. 32.000 kubik qaçmışam mən burada. Bayramın kariyerindən, Rafiqin kariyerindən, Aydın Cəfərov kariyerindən ben buraya 32.000 kubik açmış. İnşallah yəqin
Orada kimse yayın o şirketlerden gelip özler için mesela obyektler kurarlar ama haram kuşlar olsun da. Bu olmaz torpağı. Haram kuşlar olsun. Elbette deyip gedirəm mən.